aşağıdır. Mən kətdə adamım. Nə biləm, poçluq elədim. Çox acabda sən divanxanasını tanıyırsan. Bəli, xanım tanıyım. İki tərəfdə Hər şeyi, hələ bu sözləri sonuna deyərsən. Qulaq as, gör nədir? Vətənin divanxanasının yanında yekə bir damdaş var. Həmən qutu poç qutusunu almışsan bu kağızı, həmən qutunun qapağını qovuza, kağızı sal qutunun içinə, qapağını yatıb və tez qayıt gəl. Hə, daha niyə durdun? Tərpən də. Sən qoy beşə. Hə, gəl. Hə, yox, heç ziyanı yoxdur. Kağızın vaxtı keçir. Torbanı sonra keçirdərsən eşeğin başına. Novruzəli, bilməzsən kağızı özgəsinə verərsən, ha? Heç kimə vermə, heç kimə göstərmə. Niyə? Mən uşaq deyiləm ki, kağızı özgəsinə verim. Mən o qıdıdı xan bilməm. Kağızı mənim əlimdən naçəlnik belə ala bilməz. Yadımdan da çıxdı ki, xanımdan soruşum ki, kağızı qutuya salandan sonra oturum yanında gözləyir və qalbim gəlir. Yaxşı, oturum gözləyir. Nə vaxt açmayayım. Yazıq eşəkdə qaldı. Toyuqların ayağına. Evə qalsın, xanım nəzər tutar. Görmən budur ki, qutuya salınan kağızı elə qaldı qutunun içində. Salam. Hop bip, hopi hop bip bip, hopi bip, hopi bip. Məşhurlara ara aparsın, apar qoy yerinə. Sən saxlama, bulaq deyvən. Burada nə olur? Nəsə dalaşırlar. Əşi, sən saxlama, bulaq səni. Yox, əşi. Yerinə qoy məşhurlar. Hər şəkər düşüb. Burada şut sana kim deyil? Bu şey tutun. Allah, məndə təhsil yoxdur. Vallahi məndə təhsil yoxdur. Çarağın dilin aman gedir rəssam yana. Ay müsəlman, ay qardaş, oyan gözünü aç. Bu dünya dəyişir. Sən də inandığın nağıllarla qəflət yuxusundasan. Ay millət, oxumaq haram oldu. Düşünmək də haram oldu. Bəs nə qaldı hala? Ancaq yatmaq. Sən yatırsan, başqaları elm öyrənib, ixtiralar edir. Ay cəmat, nə vaxt üçün bu qaranlıqda qalacaqıq? Ayı, yoxsa sabah sənin yerinə başqası düşünəcək, qərar verəcək. Sənin qərar verəcək. Sən əldə fikirləşirsən ki, poç qutusu şeytandır. Oyanın ey mənim cəhalət yuxusunda yatmış xalqım. Elm, ədəb sahibi olun. Dəyişin bu dünyanın qaranlıq tərəfini. Işıqlandırın çevrəni.